Hər vaxtınız xeyirli olsun, hörmətli tamaşaçılar, dəyərli izləyicilər. Sentyabr ayının 25-idir, həftənin cümə günüdür. Saatlarımız 11:05-i göstərir. TV 365 canlı yayımda öz işini davam etdirir. Hörmətli tamaşaçılar, dəyərli izləyicilər, onu da deyim ki, bizim gündəm mövzumuz bugün son zamanlar daha çox çözülən, daha çox sorğulanan bir məsələ ətrafında olacaq. Keçmiş məcburi köçkünlərlə bağlı. Onları incidən, onları narahat edən, bəzən bizim dəyərli demək tanınmış ictimai xadimlərimizin də dilindən çıxa biləcək bir müəyyən ifadələr var ki, onları bəzən kontekstdən çıxardırlar, bəzən belə ifadələr işlədilir ki, o da düzgün yozulmur. Bax, bütün bu məsələlərə diqqət çəkəcəyik, diqqətiniz bizdə olsun. Studiyamızın qonağı da var, millət vəkili Ceyhun Məmmədov. Ceyhun müəllim, xoş gördük sizi. Hoş gördük. Ceyhun müəllim, ilk olaraq biz bu sahada olan xəbərlərimiz tamaşaçılarımıza çatdıraq, sonra keçək mövzularımıza və müzakirələrimizə. Prezident İlham Əliyev Türkmənistan prezidenti Sərdar Berdiməhəmmədova təbrik məktubu göndərib. Hörmətli Sərdar Qurbanquliyeviç, Türkmənistanın milli bayramı, müstəqillik günü münasibətilə sizi və bütün xalqımızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm. Azərbaycanla Türkmənistan ənənəvi dostluq, mehriban qonşuluq və əməkdaşlıq münasibətləri birləşdirir. İnanıram ki, iki tərəfli münasibətlərimiz ortaq soykök və milli mənəvi dəyərlərlə bir-birinə sıx bağlı olan qardaş xalqlarımızın iradəsinə uyğun olaraq bundan sonra da inkişaf edəcək və möhkəmlənəcəkdir. Bu bayram günündə sizə möhkəm can sağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, qardaş Türkmənistan xalqına daim əmin-amanlıq və rifah diləyirəm. Prezident İlham Əliyevin məktubundan da bu istatlar. Və belə növbəti bizim xəbərimiz kənd təsərrüfatı təyinatlı torpaqlarla bağlıdır. Kənd təsərrüfatı təyinatlı torpaqlarda tikinti aparmaq normaları müəyyənləşib. News 365 sayti məlumat verir ki, təsdiqlənmiş qanunvericiliyə görə sahəsi 5 hektardan az olmayan və vahid sərhəd daxilində yerləşən kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin demək ümumi istifadədə örüş sahələri istisna olmaqla 1%-dən artıq olmayan hissəsində kənd təsərrüfatı məhsullarının istehsalı və emalı üçün nəzərdə tutulmuş, habelə işçilərin müvəqqəti yaşaması məqsədləri üçün yaşayış təyinatlı əsaslı tikililər inşa edilə və quraşdırıla bilər. Kənd təsərrüfatı məhsullarının istehsalı və emalı üçün nəzərdə tutulmuş, habelə işçilərin müvəqqəti yaşaması məqsədləri üçün yaşayış təyinatlı əsaslı tikililərin inşa edilməsinə və quraşdırılmasına torpaq sahəsinin mülkiyyətçisinin müraciəti əsasında bu yazılı şəkildə olmalıdır və müraciəti əsasında Azərbaycan Respublikasının şəhər salma və tikinti məcəlləsinə uyğun olaraq icazə verilir. Və hörmətli tamaşaçılar, keçirik növbəti xəbərimizə. Bakıda ödənişli hərəkət zonaları yaradılacaq. Bu, Prezident İlham Əliyevin imzaladığı avtomobil nəqliyyatı ilə müntəzəm sərnişin daşıması sahəsinin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında fərmanda öz əksini tapıb. Nazirlər Kabineti Bakı şəhərinin inzibati ərazisində ödənişli hərəkət zonaları və nəqliyyat vasitələrinin həmin zonalara daxil olmasına görə haqqın məbləği ilə bağlı təkliflərini 3 ay müddətində hazırlayıb Prezident İlham Əliyevə təqdim etməlidirlər. Nəqliyyat vasitələrinin Bakı şəhərinin inzibati ərazisindən müəyyən edilmiş ödənişli hərəkət zonalarına daxil olmasına görə ödənilən haqq ictimai nəqliyyat məqsədli büdcə fondun maliyyələşmə mənbələrindən biri olacaq. Fərmanın bu müddəası 2027-ci ilin yanvarın 1-dən qüvvəyə minəcək. Hələ demək olar ki, kifayət qədər vaxtımız var. 2027-ci il yanvarın 1-i. Bəs paytaxtımızda ödənişli hərəkət zonalarının tətbiq edilməsinə səbəb nədir? Bu hansı zərurətdən irəli gələr sualına isə hüquqşünaslar belə cavab verirlər ki, fərman şəhərin mərkəzində hərəkətin sıxlığını azaldacaq. Bu da sözsüz ki, olduqca vacibdir. Həm hərəkətli tıxacdır, həm də bəzən ünvana gedib çatmaq çox çətin olur. Nəzərə alsaq ki, həm ictimai nəqliyyat, həm zəruri olan bizim Daxili İşlər Nazirliyi əməkdaşları, onların avtomobilləri, təcili tibbi yardım maşınları bəzən ünvana gedib çata bilmirlər. Bu baxımdan da bu fərman olduqca vacibdir və əhəmiyyətlidir. Keçirik dünya xəbərlərinə. NATO Rusiyanı hədələyib. Avropa diplomatları Rusiya hakimiyyətini xəbərdar ediblər ki, NATO öz hava məkanının növbəti pozuntularına sərt cavab verməyə hazırdır. Görülə biləcək tədbirlərə Rusiya təyyarələrinin vurulması da daxildir. News 365 sayti xəbər verir ki, bu barədə Bloomberg məlumat yayıb. Agentliyin mənbələrindən bildirdiyinə görə Böyük Britaniya, Almaniya və Fransanın səfirləri sentyabrın 22-sində Moskvada keçirilən gərgin görüşdə Estoniya hava məkanının 19 sentyabrda 3 Rus
qırıcısı tərəfindən pozulmasından narahatlığını ifadə ediblər. Avropa diplomatları Rusiyanı xəbərdar edərək vurğulayıblar ki, bu cür hərəkətlər təkrarlansa, NATO qəti tədbirlər görəcək. Onların sözlərinə görə Estoniya üzərindəki insident qəsdən həyata keçirilib. Rusiya nümayəndələrinin də cavabı var. Onlar bildiriblər ki, Avropada hava məkanının son pozuntuları Ukraynanın Krıma hücumlarına cavab idi və bu hücumlar NATO'nun dəstəyi olmadan mümkün olmazdı. Belə, hörmətli tamaşaçılar, bu bizim sizə bu vaxta qədər çatdıracaq xəbərlərimiz idi. Elə əvvəlcədən elan etdiyimiz kimi özümüzün bir gündəmimiz var. Bugün biz əsasən onu müzakirə edəcəyik. Son zamanlar həm sosial mediada, həm digər platformalarda keçmiş məcburi köçkünlərlə bağlı bəzi ifadələr gündəm olur və geniş müzakirələrə yer açır. Hətta bölgələr bu müharibədən əvvəl, 2020-ci ildən əvvəl biz belə bir hadisələrin heç vaxt şahidi olmamışıq. Məcburi köçkünlər heç vaxt gəldi, bizim yerimizi dar etdi kimi bu ifadələrə biz şahid olmamışıq. Amma çox təəssüf ki, böyük zəfərdən sonra, böyük qələbədən sonra bu kimi fikirlər artıq ortağa atılmaqdadır və bu da çox narahat vericidir. Və bu o halda baş verir ki, artıq demək olar ki, bütün keçmiş işğal altında olan ərazilərimizdə tikinti, quruculuq işləri aparılır, evlər tikilir, əhali, kifayət sayda əhali köçürülüb və ilin axırına qədər hətta daha çox bunun artacağı gözlənir. Hər həftə biz müxtəlif bölgələrimizə köçün sakinlərin, keçmiş məcburi köçkünlərin öz yurt yerlərinə qayıtdığını görürük və təbii ki, bundan çox sevinirik. Nəzərə alsaq ki, bütün bu işlərin hamısını Azərbaycan tək öz gücünə edir və bəzi müəyyən o gecikmələri, problemləri də onu gərək mütləq şəkildə diqqətimizdə saxlayaq. Amma bəzi məqamlar da var ki, bəli, o da var ki, keçmiş məcburi köçkünlərdən bəziləri bu bütün məcburi köçkünlərə aid deyil və qətiyyən də şamil oluna bilməz. Əgər onu kim edirsə, bilərəkdən edir, qəsdən edir, Azərbaycanın bu boyda gördüyü işlərə kölgə salmaq üçün edir. Bu bir mənalıdır. O problem olan yerdə o problemin həlli yolları da var. Bundan bağlı da sözsüz ki, dövlət işə qarışmalıdır, qarışır və yaxın gələcəkdə o problemi olan məsələlər yerinə düşəcək. Bax elə bizim studiyamızın qonağı təqdim etdik. Ceyhun Məmmədov həm də keçmiş məcburi köçkünlərin demək olar ki, onlardan biridir, belə demək mümkündürsə, onlardan biridir. Çox yaxın doğmaları, əzizləri məcburi köçkün olublar. O ağır acını daha çox çiyinlərində çəkənlərdən biridir Ceyhun müəllim. Elə yeri gəlmişkən Ceyhun müəllimdə bir ifadə işlədib, onu da kontekstdən çıxardıb müxtəlif istiqamətə yolculurlar. Qəsdən, bilərəkdən, qeyd etdiyimiz kimi, bilərəkdən. Ceyhun müəllim, sizin işlətdiyiniz ifadə nə idi və necə oldu ki, səhv etmirəmsə keçmiş məcburi köçkünlərlə bağlı demişdiniz ki, orada Qarabağda iş var, amma işləmək istəmirlər. Belə idimi ifadə? Gəlin, yəni prosesə daha geniş bir formada yanaşaq. Siz necə istəyirsiniz o şəkildə? Yəni aydın olsun, çünki bu neçə gündür cəmiyyətdə geniş müzakirə olunur və kontekstdən çıxarılır. Demək, bir sayt müraciət etmişdi və o saytın sualı o idi ki, biz vətəndaşları köçürmüşük ora, iş məsələsi problemi var və gəlin biz onlara qaçqın və məcburi köçkünlərə verilən müavinətdən əlavə müavinət verək. Siz buna necə baxırsınız? Mənim də yanaşmam belə olmuşdu ki, yəni sırf bu məsələ ilə bağlı ki, mən bunu doğru hesab etmirəm. Çünki biz bunu edəcəksə, insanlar bunu vərdiş halına gətirəcək. Onsuz da bu insanlar məcburi köçkün və dövlətdən müəyyən bir müavinəti alırlar. Və bunlar artıq gedib orada demək məskunləşiblər və saytda bu çox geniş bir formada da öz əksini tapmışdı və ikinci bir məqam isə o idi ki, mən bir müddət bundan əvvəl Cəbrayılda qəbul keçirdim. Mənim yanımda mən tək deyildim. Görüş zamanı bir neçə vətəndaşa 10-a yaxın iş təklifi olundu. Yəni filan müəssisəyə get, filana get. Heç birinə həmin vətəndaşlar getmədi. Niyə getmədi? Səbəb nə? İstəmir. Yəni deyir ki, deyirəm, sual verirəm, deyir mən dövlət işi istəyirəm. Deyirəm, dövlət işi nədir sənin düşüncəndə? Əgər sən istəyirsənsə ki, kart alasan, getməyəsən işə, bu mümkün deyil.
dövlət işi, yəni hansı anı sənə iş təklif edirlər. Misal üçün, Azpetrolda iş var, maaş da verir, yemək də verir, yolu da avtobusdan aparıb gətirir. Tikiş sexində iş var və s. Yəni mənim yanımda mən bir neçə vətəndaşa bu işləri təklif elədim. Və gəlirəm, Cəbrayıl yenidən qurularkən, tikilərkən, orada tikinti işləri həyata keçirilirdi. Mən o vaxt bu məsələni demədim, amma əksər rayonlarımızda bu var. Və mən yaxınlaşdım orada iş icraçısına ki, sizdə burada nə qədər Cəbrayıllı işləyir və nə qədər kənardan gəlib işləyənlər var. Və onun mənə fikri oldu ki, əsasən cəmaatın böyük əksəriyyəti kənardan gəlib işləyənlərdir. Yəni biz məsələyə, yəni mənim də çıxışımda yanaşmam o idi ki, biz bu torpaqları azad etmişik. Allah cənab prezidentin canı sağ eləsin, şəhidlərimiz olub. Biz indi hansısa cılız hədəf və məqsəd ətrafında bu görülən işlərə xələl gətirməməli. Deyirsiniz iş, mən deyirəm ki, mənim yanımda təklif olundu, işləmək istəməli. Hə, bütövlükdə heç bir iş problemi yoxdur. Ayrı-ayrı yerlərdə ola bilər, az da olsa. Amma mən konkret faktla orada da qeyd eləmişəm, yəni o həmən saytda da gedir ki, mənim yanımda xüsusi nümayəndəlik iş təklif elədi. Bizim bir neçə insanımız işləmədi və mən orada demişəm ki, heç də insanların hamısı işləmək istəmir. Yəni, işləmək istəyənlər də var və işləmək demək istəməyənlər də var və bu nə baş verdi? Bu xaricdən maliyyələşən bir neçə sayt var. Onlar götürüb, mənim şəklimi qoyub, qarşısında da belə bir yazı yazdılar ki, Ceyhun müəllim Məmmədov deyir ki, Azərbaycanda heç kim işləmək istəmir. Ceyhun Məmmədov deyir ki, Azərbaycanda bütün müavinətləri ləğv etmək lazımdır. Və təəssüflə qeyd etmək lazımdır ki, özünü jurnalist hesab edən, indi mən ad çəkmək istəmirəm və mənim də tanıdığım bir neçə bloger və bu insanlar başladılar canlı yayım paylaşmağa ki, Ceyhun Məmmədov deyir ki, Azərbaycanda heç bir iş problemi yoxdur, Azərbaycanda hamı üçün iş var və heç kim işləmək istəmir. Amma bizim müsahibədə kontekst o idi ki, yəni söhbət Qarabağdan gedir, bir daha vurğulayıram və əlavə olaraq yenə hansısa bir insanlar üçün müavinətlərin əlavə olaraq verilməsindən gedir. Yəni onun əleyhinə olmusunuz, başa düşün. Yəni söhbət ondan gedir ki, biz onun bilirsiniz, mən sizə bir məsələni deyim. Yəni burada bilirsiniz, bizim cəmiyyət bəzən həqiqətləri eşitmək istəmirlər. Yəni baxın, biz bu torpaqları azad etmişik. 30 il ərzində müavinət də verildi, yardım da verildi və bugün də bu müavinət verilir, yardım verilir. İndi biz təzədən bir də əlavə olaraq da bunu etmək, bu dövlət üçün böyük bir yükdür. Yəni və mənim o müsahibəmdə mən davamında da qeyd etmişəm ki, yəni biz burada məskunlaşdırmanı həyata keçirməliyik. Məcburi köçkün həyatı nə qədər çətindirsə, eyni zamanda böyük qayıdış da çətin bir prosesdir. Yəni birdən-birə bu insanların hamısını işlə təmin etmək qeyri-mümkündür. Biri gəlir deyir, mən mütləq vəzifə istəyirəm, biri gəlir deyir, mən mütləq yüksək. Bunların hamısını həyata keçirmək dövlət üçün asan deyil. İnsanlarımız isə mövcud olan, yəni yarmarkalar keçirilir, xüsusi nümayəndəlik keçirilir, strukturlar keçirilir. İnsanlarımız özləri də bu prosesdə fəal olmalıdır və məsələnin acınacaqlı tərəfi odur ki, siz də qeyd etdiyiniz və bunu kontekstdən çıxararaq bütövlükdə və orada mən baxdım, xüsusi qruplar var, o media var ki, bəziləri də bugün həbsdədirlər, o xaricdən maliyyələşən. Onların müəyyən qrupları var, onlar bunu daha geniş bir formada hər yerdə təbliğ etmək. Mən indi adlarını çəkmək istəyirəm. Məsələn, mən demişəm ki, insanların hamısı işləmək istəmir. Yəni, bu o demək deyil ki, heç kim işləmək istəmir. İşləmək istəyənlər də var, işləmək istəməyənlər. Və bu, yenə də deyirəm, Qarabağa aiddir. Bunu kontekstdən çıxararaq Ceyhun Məmmədov deyir ki, ümumiyyətlə Azərbaycanda heç kim işləməsin. Ümumiyyətlə Azərbaycanda
iş problemi yoxdur. Və ya Ceyhun Məmmədov deyir ki, bütün müavinətlər kəsilməlidir, heç kimə müavinət verilməməlidir. Yəni bugün, yəni əslində söhbət o müavinətdən getmir. Söhbət daha bir müavinətin bəli, verilməsindən yəni, gedir. Bəli, çünki o başda da yəni jurnalist onu qeyd etdi ki, yazının yuxarısında var ki, müavinətlərlə bağlı müzakirənin getdiyi bir vaxtda və iş məsələsi ilə bağlı Ceyhun Məmmədov bu məsələləri dedi. Yəni burada məsələ ondadır ki, çox təəssüf ki, bir neçə gündür bizim bütün insanlarımız, yəni müxtəlif yerlərdə paylaşırlar və heç orijinala baxmadan da mən bir neçə dəfə bunu demişəm. Yəni saytın özündədir yazı və dediyim fikirlərdə mən nə dediyim mənə məlumdur və mən orada nə demişəm, hamısı aydın şəkildə əksini tapıb. Sadəcə olaraq siz də bilirsiniz, uzun müddətdə bu sahədəsiz, gündəmdə qalmaq istəyən, özünü qəhrəman kimi təqdim etmək istəyən, heç bir uğuru olmayan, özünü bir güclü bloger, jurnalist kimi təqdim etmək istəyən insanlar bunun üzərində PR qurmağa başladılar və təbliğ etməyə başladılar və təəssüf ki, insanlarımızın da bir xeyli hissəsi araşdırmadan bu məsələni bu istiqamətdə kontekstdən çıxarılmasına biraz da dəstək verdilər. Ceyhun müəllim, Cəbrayıl rayonunda, Cəbrayıl Qubadlı ərazisində nə qədər əhali köçürülüb orada? Yəni bugün bizim ora köçürülən əhali, yəni ümumi götürdükdə bilirsiniz ki, rəsmi rəqəmlər belədir ki, bax mən sizə adi bir rəqəm də deyim də, yəni 50 minə yaxın təxminən orada insan var. Onun hardasa 60-70% kənardan gəlib işləyənlərdir. Yəni mən yenə də o məsələyə gəlirəm ki, bilirsiniz, yəni indi bunu mən deyəcəm, yenə bəzi insanların xətrinə dəyəcək, amma mən həmişə sözün düzün deməyin tərəfdarıyam. Ki, yəni baxın, rəqəmə də baxanda orada işləyənlərin böyük əksəriyyəti kənardan gələnlərdir. Yəni bəzi sahələr var ki, mütəxəssis kimi, amma eyni zamanda, yəni bugün əlbəttə ki, bütün insanları təmin eləmək mümkün olmazsa da, müəyyən işlərimiz var ki, insanlar gedib orada işləməlidirlər. Bilirsiniz, bayaq siz əvvəldə də dediniz, yəni bu Qarabağlı, qeyri-Qarabağlı, bunu bizim insanlarımız özü də biraz tətikləyir, bu təbliğatı apararaq. Yəni cinayət törədən Qarabağlı da ola bilər, Qarabağlı olmaya da bilər, evdən çıxmayan o da ola bilər, bu da ola bilər. Yəni bunu ümumiləşdirmək, yəni və bunu bölgələrə güya kimsə kiməsə hücum edir, kimsə ki, heç kimə hədəfə götürməyib və heç kim haqqında hansısa bir mənfi fikirdə deyil. Biz məsələlərə, emosiyalara uyaraq yanaşmalı deyilik. Təmkinli yanaşmalıyıq, soğuqqanlı yanaşmalıyıq. Və deyilən məsələləri də o dəqiqə hücuma keçərək fərqli formada məsələni təqdim etməyə də ehtiyac yoxdur. Yəni biz düşünməliyik ki, prioritet odur ki, mən o çıxışımda da demişəm, ermənilər ona görə Qarabağ əllərində saxlaya bilmədilər ki, onlar orada məskunlaşdırmanı apara bilmədilər. Həm də onların özlərindən deyildi. Onlar bilirdilər ki, gec-gec buradan çıxıb. Amma məskunlaşdırmanın da rolu oldu. Amma biz bugün oranı məskunlaşdırmasaq, hamı ev alsın, açarın qapısını bağlasın, gəlsin, otursun Bakıda. Bu nə dərəcədədir? İndi bunu hamı eləmir. Bəli. Amma belə halın özü də düzgün deyil axı. Bəzən də Ceyhun müəllim o fakt da var ki, məsələn adam gedir, doğrudan da mütəxəssisdir, amma iş tapa bilmir, ailəsini dolandıra bilmir, məcbur yəni, olub. Məsələn, belə də var. Bu yəni fakt da var. məcburi qalıb ola bilər. Bilirsiniz, indi mən sizə məsələn mən fakt əsasında deyirəm. Məsələn, yəni bunu yəni ki, ora siz 1000 adam köçürün, 1000-in də işlə təmin edin, heç bir inkişaf etmiş ölkə edə bilməz. Baxın, müəllimsiniz, məktəbdə işləyirsiniz. Həkimsiz, tibb məntəqəsi olmalı. Azərenerji işçisi, yəni sizin bir ixtisasınız olmalıdır. Əgər sizin ixtisasınız yoxdursa, yəni siz konkret bir sahə üzrə işləmirsinizsə, peşəniz yoxdursa, sizə hansısa bir iş təklif edirsə, siz hələlik həmin işi qəbul edib işləməlisiniz. Əgər işləmək istəyirsinizsə. Yox, amma mən bunu bəyənmirəm, mən onu bəyənmirəm, mən onu bu sifarişlə deyir ki, mövcud olan işlər insanlara təklif olunur. Yəni mən orada da deməmişəm ki, ümumiyyətlə
heç bəli, sizin dediyiniz formada hansısa bir məsələn sahə ola bilər ki, onun mütəxəssisin orada işi olmaya bilər. Amma ümumilikdə isə bir insana bir neçə iş təklif olunursa, o insan o işin heç birini qəbul etmək istəmirsə, mən hesab edirəm burada artıq bizim özümüzün düşüncəmizdə və yanaşmamızda suallar var. Ceyhun müəllim, məlumdur ki, o bölgələrimiz həm də kənd təsərrüfatı ilə məşğul olan, heyvandarlıqla məşğul olan bölgələr, rayonlar olublar. Yəni onların bax o kənd təsərrüfatından, ən azından əkindən, biçindən sonra heyvandarlıqla məşğul olmaq imkanları varmı? Yəni o belə də, misal üçün mən sizə deyim də, bax indi Yoxsa hamı elə gəlin oturaq hamımız. Yox, gəlin həm oturaq deyəndə indi adam üçün alıb və mən yenə deyirəm, dövlət bütün gücünü, potensialını ortaya qoyaraq insanlara kömək etməyə çalışır. Baxın, bax nümunə necədir? Ağalı kəndi. Ağalı kəndini yəqin internetdə siz də baxırsınız, izləyirsiniz. Ağalı kənddir və orada hamıya, hərəyə bir neçə sot torpaq verilir. Məsələn, sosial mediada bir xanım var, çox fəaldır, Ağalıda yaşayır. Bütün günü əkin biçinlə məşğuldur. Nə gözəl. Bütün günü oradakı məhsulları yığır, bağlayır, tədarük edir, satışını həyata keçirir. İnsan da var ki, həyətində heç nə əkmir, həyətində heç nə etmir. Qaldı ki, yəni Cəbrayılda binalar tikilib, yəni binadır, həyət evi deyil, hələ ki bu evləridir və tikiləcəkdir və təbii ki, özündə. Bəli, təbii ki, burada da müəyyən torpaq islahatının həyata keçirilməsi ehtiyac var. Əlbəttə və ediləcək. Yəni biz Milli Məclisdə qanun qəbul etdik. Kim orada təsərrüfatla məşğul olmaq istəyir, təsərrüfat verilir. Biznes qurmaq istəyirsə, demək Araz vadisi iqtisadi zonası var Cəbrayılda. Bu hamısı mərhələli şəkildə olacaq. Yəni birdən-birə bütün məsələləri həll etmək də bu qeyri-mümkün bir məsələdir. O da faktdır ki, Ceyhun müəllim, 30 ildən artıq bu adamlar yurt yerindən təsəvvürün aralı düşüblər, gəlib bir başqa mühitə öyrəşiblər, yenidən qayıdıb ora öyrəşmək, ora bu da kifayət qədər bir asan məsələ deyil. Bu da zaman götürən bir məsələdir. Ona görə də bax o həssas qrupları da anlamaq lazımdır. Bəzən etirazlarına, bəzən Yox, o etiraz ola bilər, amma bilirsiniz, mən onun əleyhinəyəm ki, bilirsiniz, mən dövlət nöqteyi nəzərindən çıxış eləməliyəm. Bəli. Yəni baxın, dövlət biz hamımız dövlət bəli. Yəni vətəndaş da olmuyor. Yəni vətəndaş biz hamımız deyirdik ki, bir arzumuz var. O torpaqlar azad olunsun, gedəcəm mən quru yerdə uzanıb yatacağam. Bəli. Bəli. İndi azad olunub, deyə bilərdi ki, gedin özünüz ev tikin. Gedin. Ən müasir ev tikilib. Şəraiti yüksək. Bütün xərcləri dövlət ödəyir. Məcburi köçkünlər üçün vəsaitlər ödənilir və müəyyən məsələlər də yavaş-yavaş həllini tapacaq. Yəni biz indi baxın 10.000 kvadrat kilometr ərazini bərpa edirik. Mən onun əleyhinəyəm ki, bizim vətəndaşlarımız dövlətə həddindən artıq yüklənməli deyillər. Biz versin, ancaq əlavə də versin, yenə də versin, imkan varsa hə. Biz deyirik Cəbrayılın kəndləri qalıb o tikilməlidir, o biriləri bu. Bəs yaxşı, bunu hansı pulla edək? Biz deyirik ki, elə bir dənə də müavinətin üstünə bir dənə də müavinət verilsin, o da olunsun, bu da olunsun, o da həyata... Axı, bu belə olmur. Yəni, insanlarımız da buna elə yanaşmalıdırlar ki, yəni gecə-gündüz cənab prezident çalışır, tikir, qurur, yaradır. Yavaş-yavaş hamısı olacaq. Ola bilər biraz az da qalaq, çətin olar. Ola bilər biraz işsiz qalaq, bu da ola bilər. Bunun hamısını biz gözümüzün önünə gətirməliyik. Amma bu boyda görülən işləri heçə sayaraq çıxıb ancaq şikayət etmək, ancaq narazılıq bildirmək, mən hesab edirəm ki, bu düzgün yanaşma deyil. Bunlar da, yəni o köçürülmədə, o böyük qayıdışda zaman götürən bir məsələdir. Birdən-birə hamısı həll olunmur, amma yenə deyirəm ki, o həssas bizim insanlarımız biz onları anlayırıq, yəni biz də o bölgədənik, onların da hisslərini anlayırıq, amma biz... Birinci dövlət özü ilə onlara fikirləşir və bəzən fikir də veririk müəyyən sosial mediada, nə də rəsmilərimizlə münasibət bildirirlər ki, yəni problemlərin olduğunu bilirik, amma həlli yollarını da bilirik. Bu zamanla həll olacaq. Yəni bilirsiniz nətər? Biz onda ya gərək məskunlaşdırmanı keçməyək. Biz deyək ki, biz onda deyək ki, iş yoxdur, getməyin və ya kimin işi var ona aparaq. Yəni insanlar hamısı dava eləyir ki,
biz ora köçək. Əgər köçürüksə, yəni hətta insanlar ora köçəndə onlarla söhbət aparılır ki, siz ora gedəcəksiniz, orada vəziyyət necə olacaq? Hansı çətinlikləri siz yaşaya bilərsiniz? Axı bunlar insanlara əvvəlcədən deyilir. Yəni dövlət də çalışır. Amma ola bilər də, yəni bu köçən 1000 adamın 1000-ini də sən edə bilməzsən. Sən bunu yenidən qurursan. Hələ xəstəxana tikilməyib. Hələ digər məsələlər bəziləri tikilib, bəziləri tikilməyib. Yəni ona görə buna zaman lazımdır axı. Biz bir tərəfdən məsələn vətəndaşlarla görüşürük, hamısı deyir ki, bizi tez köçürün, bizi tez köçürün. Yaxşı, biz köçürürük. Dövlət çalışır, amma bunun iş məsələsi də var. Bunun başqa tərəfləri və bunu da insanlarımız düşünməlidir. Bəli, bütün insanlarımız düşünməlidir və ən əsasən də bu istər sosial media olsun, istər ictimai xadimlərimizdən olsun, mütləq şəkildə danışıqlarında, davranışlarında bizim o keçmiş məcburi köçkünlərə qarşı mütləq danışıqlarında son dərəcə ehtiyatlı olmalıdırlar. Son dərəcə milləti onsuz da Azərbaycan çox böyük ölkə deyil. Biz balaca bir ölkəyik. Onu bölgələrə bölmək, rayonlara bölmək. Bilirsiniz Bətir xanım, cılız bir məsələdir. Cılız məsələdir, amma mən sizə deyim ki, o müəyyən məsələlər də var ki, mən bir yazıda yazmışdım bununla bağlı. Əlbəttə ki, biz də o insanlardan, yəni ağırdır, çətindir, mürəkkəbdir. Amma mən hesab edirəm ki, bəzən məsələlər həddindən artıq da belə çox böyüdülür, çox belə qalaballaşdırılır və sanki ölkədə belə bir kampaniya yapar. Ölkədə belə bir kampaniya yoxdur. Və kiminsə belə bir hədəfi və məqsədi də yoxdur. Ona görə bunu o formada sadəcə təqdim etmək istəyənlər var. İnsanlarımız diqqətli olmalıdırlar. O haya küyə, o qara güruhun təbliğatına getməməlidirlər. Bəli, elə biz əslində həm də sizi dəvət etməkdə məqsədimiz o idi ki, sizin də dediyiniz kimi kontekstdən çıxarılıb söz və bu da insanlarda, bəzi müəyyən insanlardan məqsədli şəkildə, müəyyən insanlarda isə doğrudan da həssas adamda fikirləşir ki, millət vəkili də bizim tərəfimizi tutmur, millət vəkili də bizim dediyimizi demir. Yəni, bax, bu kimi kontekstdən çıxarılmış söz də əsəbləri gəlir. O baxımdan da yaxşı oldu ki, elə özünüz siz bunun izahını verdiniz. Ceyhun, yer gəlmişkən sizdən onu da soruşaq. Bu Adnan Əhmədzadə ilə bağlı məsələ də son dərəcə gündəmdir. Bir ziyalı olaraq, hər halda siz də gündəmdən xəbərdarsınız. Bir məmurun, bir sabiq idarə rəisinin, müavininin bu qədər sərvət toplaması və bu sərvəti onun ailəsinin, onun yaxınlarının bir yüngül həyat tərzi, belə demək mümkündürsə. İndi onlar üçün bəlkə də normal həyat tərzidir. Mən məsələn fikirləşirəm ki, o yüngül həyat tərzidir. Əgər sənin əyləncən varsa, normalda insan əylənməlidir. Normalda insan daha yaxşı yaşamaq istəyir, daha yaxşı geyinmək istəyir. Amma bunu kimi göstəri üçün etmək və bu qədər oğurlamaq, əslində bunu normalda bu qədər sərvəti necə qazanmaq olar? Dünən mən məsələn xəbər verəndə oxuyurdum ki, bu Dubayda ev alıb 60 neçə milyona. Yəni bunu normalda iş adamı edə bilər. Əgər zəhmət çəkib, əziyyət çəkib, öz hava zəhmətindən qazanıb ala bilər. Amma bir məmurun bu dərəcədə bu qədər sərvətə sahiblənməsi və üstəlik bunu dövlətə xəyanət etməklə etməsi, bax buna sizin baxışlarınız necədir? Söhbət konkret olaraq Adnan Əhmədzadədən gedir. Demək ki, Bətir xanım, birinci sizin sualınızda bir neçə mühüm məqam vardır. Birinci, mən həmişə deyirəm, yəni dövlət məmuru olmaq, istər millət vəkili, istər dövlət sistemində işləmək, bu birinci böyük etimaddır. Həm də məsuliyyətdir. Bəli, yəni birinci etimaddır ki, yəni cənab prezident, ölkə rəhbəri partiya, misal üçün biz millət vəkili olaraq partiya xətti ilə prosesdə iştirak edirik. Birinci, hər kəs bunu anlamalıdır ki, ona etimad göstərilir və o məsuliyyət daşıyır, sizin qeyd etdiyiniz kimi və o davranışında bununla bağlı cənab prezident dəfələrlə çıxışlarını bildirir və bəzi məmurları da buna görə cəzalandırıbdır. Yəni mən indi adları çəkmək istəmirəm, xatırlayırıq. Bəli, hazırda elə demək olar həbs olunanlar, əvvəlki dövrlərdə də. Yəni ona görə burada bilirsiniz, yəni hər kəs çalışmalıdır ki, yəni geyimində də, oturuşunda da, duruşunda da. Ya baxın, bizim bir sadə prezidentimiz var. İnsanlarla bir yerdə olan sadə
yanaşan, münasibət quran, təvazökar. Yəni məmur vəzifədə olan insan bu bilməlidir ki, insanlardan belə aşırı dərəcədə seçilmək, özünün imkanlarını, vəzifəsini qabartmaq bu yol verilməzdir və qəbul edilməzdir. Çünki bu bir məmura da yaraşan bir davranış deyil və insanlar da buna heç də xoş yanaşmır. Və biz baxın, yəni son hadisədə də biz nəyi gördük? Cəmiyyətin ciddi bir aqressiyasını gördük. Bəli. Nəyə görə? Bax, həmən o insanların demək əməllərinə görə və insanların demək seçilməsinə görə bahalı geyim, bahalı həyat tərzi, yəni amma bu... məsələn, əslində o görüntüyə bu aqressiyadır. Məsələnin kökü ondadır ki, bu adam oğurluq eləyib. Yəni bu biz indi, mən ona gələcəm, bilsiniz Bətrə xanım, indi orada necədir? Məsələ ondadır ki, yəni burada bir hüquq və qanun pozuntusu var və buna görə də ölkə rəhbərliyi müəyyən bir tapşırıqları verilib ki, bu proses araşdırılsın. Yəni burada bir əsas məsələ odur ki, yəni bir hüquq pozuntusu var, qanun pozuntusu var, göstərilən etimada xəyanət var, onu doğrultmamaq var. İndi bilirsiniz ki, burada bugün mətbuatda çox məlumat gedir, İranla bağlı, Rusiya ilə bağlı, ayrı-ayrı ölkələrlə bağlı, amma fakt odur ki, bu var. Və mən düşünürəm ki, indi biz bütün hallarda, yəni məhkəmənin, ümumiyyətlə dövlətin rəsmi məlumatını da ciddi bir formada gözləməli. Çünki bu məlumdur ki, ortada bir cinayət əməli var. Bəli. Cinayət əməli olmasa, yüksək etimad göstərilmiş bir şəxs həbs olunmazdı. Çünki bu insana çox böyük vəzifələr həvalə olunub, ona çox böyük demək vəzifələr tapşırılır. Ona görə mən düşünürəm ki, biz həm də yəni bu istintaqın nəticəsini, rəsmi məlumatı gözləməliyik ki, çünki bilirsiniz, biz bu məlumatları kim nə gəldi yazır, Rusiya, İran və s. bunların bəziləri ola bilsin dəqiq deyil və xarici mediada bunu bizdən götürür. Bizə qarşı bundan istifadə edir. Ona görə düşünürəm ki, bax, bu mənada bu xoşa gəlməz bir hal deyil. Hər kəs nəticə çıxartmalıdır və eyni zamanda biz qeyd etdiyim kimi rəsmi bir nəticəni də gözləyərək onun əsasında bu məsələnin daha geniş bir formada müzakirəsinə baxa bilərik. Əslində, sizin dediyiniz tamamilə doğrudur. Biz rəsmi məlumatı gözləməliyik, amma istənilən halda bunun həbs olunması, əlbəttə, yox, bu cinayət bir mənalıdır, amma yəni cinayəti, çünki bilirsiniz, burada mən əslində, məsələn, mən indi onun detalına getmək istəmirəm, siz də izləyirsiniz. İran nefti məsələsini deyirlər, Rusiya neftinin məsələsini deyirlər və s. Bunlar hamısı mütləq şəkildə yəni araşdırılır və heç kimin şübhəsi olmasın ki, araşdırılacaq. Yəni bu Cənab Prezidentin tapşırığı ilə xüsusi xidmət orqanına həvalə edilib və orada peşəkar mütəxəssislər bu araşdırmanı aparır və təbii ki, burada əli olan başqa adamlar da varsa, onlar da müəyyənləşdirilərək cəzalandırılacaqlar. Bəli, Ceyhun müəllim, onun həyat tərzi belə o həyat tərzi ortada bir cinayətin olduğunu. Məsələn, bir sadə bir məmur necə ola bilər ki, məşhur bir futbolçunu, olsun futbolçunu Azərbaycanın bu qədər dərdi ola, Azərbaycanın bu qədər problemi ola. Azərbaycan onsuz da 2020-ci ildən sonra bütün dünyada tanınır. Bir futbolçunun gəlib burada gəlib yeyib içib getməsi Azərbaycanın tanıdılması demək deyil. Yəni o qədər pulun, sərvətin bunun verməsi də onun bir daha təsdiqləyir ki, bu adam mütləq şəkildə cinayətin içində. Yəni bu əslində bütün bunlar ciddi suallar doğurur. Çünki o insanları ora gətirmək bu asan bir iş deyil və təkcə o deyil. Bahalı həyat tərzi olsun, ayrı-ayrı məsələlər olsun. Bunlar hamısı təbii ki, müxtəlif ölkələrdə müxtəlif otellər, evlər, onlar hamısı kifayət qədər ciddi pullardır və onun oturduğu elə o kreslo da birbaşa o sualların cavabını demək olar ki, tapır, istintaq gedir və nəticə hər halda yaxın zamanda məlum olacaq. Heç arzulamazdıq, arzu edərdik ki, onlara etimad olunanlar, onlara Cənab Prezident etimad edir, onlara Cənab Prezident müəyyən həm də məsuliyyət qoyur ki, bu xalqa xidmət edin. Onlar xalqa xidməti görünür, özlərinə, ailələrinə, doğmalarına xidmət edirlər və bunun da gec-tez bədəli olur. Gec-tez belələri
mütləq şəkildə bu həm də digərlərinə bu harda var oğurluyum, harda var taleyim, harda var soyğunçuluq edim, onlara da bir çox yaxşı bir dərsdir. Bəli, bəli. Gec-tez- Ciddi nəticə çıxartmalıdır. Həm o Bəli. öz həyatında, fəaliyyətində bunu Mütləq nəzərə şəkildə, almalıdır. bəli. Çox sağ olun Ceyhun Sağ müəllim, olun. var olun. Sağ Təşəkkür olun. edirəm ki, Sağ gəldiniz. olun. İşinizin çox olan Siz də vaxtı sağ həm də bizə vaxt ayırdınız. Təşəkkür Sağ olun. edirəm. İstənilən halda kifayət qədər ətraflı danışdınız və bu bizim həm də keçmiş məcburi köçkünlərimizə, həm də bir o ürəyinə hesab edən ki, su səpildi ki, o Ceyhun müəlliməsində bir başqa söz deyib, izah elədi Ceyhun müəllim nə deyilib və kontekstdən çıxarılıb. Ona görə də son dərəcə sakit, səbirli, emosiyasız müəyyən məsələlərə biz diqqətli olmalıyıq və müəyyən məsələlərə də dərhal reaksiya verməməliyik. Mütləq ki, görürsünüz, bax, kontekstdən çıxarılan bir sözün cavabı da oldu ki, məlum oldu ki, tamam başqa bir söz deyilib. Odur ki, bizim keçmiş məcburi köçkünlərimiz, biz hamımız bir Azərbaycan balaca bir ölkədir, bir buketdir, bütün bölgələrimizlə tarixdə olmayan, son 200 il, 300 illik tarixdə olmayan bir nailiyyəti biz görmüşük. Bunun tarixin içindəyik deyə bəlkə biz bunları dərk edə bilmirik. Zaman keçəndən sonra bu çox dərk olunacaq, biz anlayacağıq ki, biz nələr qazanmışıq, biz nələri yaşamışıq. O baxımdan çətinliklərimiz varmı? Var. Müəyyən problemlər varmı? Var. Onlar da hamısı, amma çətinlik olan yerdə mütləq ki, həlli yolu da var. Problem olan yerdə həlli yolu da var. Odur ki, biraz səbirli olaq, təmkinli olaq və biz hamımız birik, birgəyik. Daha nə keçmiş məcburi köçkün var, nə artıq məcburi köçkün ifadəsi artıq bizim leksikonumuzdan çıxmalıdır. Bütöv bir Azərbaycan var. Əgər problem varsa, bütöv hər birimiz üçündür. Onu bir yerdə həll edəcəyik. Siz bizim əzimizsiniz, doğmalarımızsınız və danışılanların hər birinə də dərhal reaksiya verməmək hər birimizin həm borcumuzdur, haqqımızdır, həm də özümüz üçün ən azından səhhətimizə ziyan vurmayaq. Səhhətimizə ziyan vurmayaq ki, o yurt yerlərinə sağlam qaydaq, sağlam yaşayaq və o gözəl, o itirdiyimiz xatirələrimizi bir daha qaldıraq, oyadaq və rahat həyatımızı təmin edib də Allaha şükür edək. Dövlətimiz də var olsun deyək. Çox sağ olun. Ceyhun, var olun. Belə, siz də sağ olun, hörmətli tamaşaçılar. Bizi izləməkdə davam edin və təkcə bizi izləməyin, həm də kanalımıza abunə olun. Abunə olun ki, daha çox vətəndaşlarımız bax burada apardığımız müzakirələrdən xəbərdar olsunlar. Sualları, müəyyən sualları olanda bax burada o cavablar olur. Ona görə də kanalımıza abunə olun və onu da bilin ki, sizin bizə olan dəstəyiniz abunə olmaqdır. Kanalımıza abunə olun ki, bizim də abunəçilərimizin sayı daha çox olsun. Sağ olun, salamat qalın. Sonda isə Azərbaycana da bir təşəkkür borcumuz var. Təşəkkürlər Azərbaycan. Yaşadığın və yaşatdığın üçün təşəkkürlər.